Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accil veliyyikel fərəc. Məkasib kitabından 337-ci dərsi oxuyuruq. Bəhsimizdə sizə məlumdur, neçə dərsdir rüşvət haqqında oxuyuruq və mərhum Şeyx Murtəza Ənsari dəlillər əsasında buyurdu ki, rüşvət haramdır. Və rüşvəti məna elədi, izah elədi. Rüşvət nəyə deyərlər? Və buyurdu, rüşvət hökmün müqabilində alınan pula deyərlər. Əlbəttə, neçə dənə tərif oxuduq bu barədə. Xülasəsi bu oldu ki, hakim, qazi hökm eləyir, müqabilində ki, pul alır, bu rüşvətdir. Və bunu almaq haramdır. Və lakin buyurur, bizim neçə dənə alimimiz bu sözlə müxalifət eləyiblər. Biri onlardan Muğniyə kitabının sahibidir. Muğniyə kitabına baxanda, Muğniyə kitabında buyurur ki, hakim eləyə bilər ki, hökmün müqabilində pul alsın. İkinci alim Qaziyə İbn Bərrac, ondan da hekayət olunub. Şeyx buyurur, onu görməmişəm və lakin hekayət eləyiblər ondan, nəql eləyiblər ondan. O da buyurur ki, hakim, qazi elədi ki, hökmün müqabilində eləyə bilər, pul alsın. Mərhum Şeyx Murtəza Ənsari buyurur, mümkündür bunlar ki, həlal biliblər, iki dəlillə həlal biliblər. Dəlillərin biri əsildir, biri də Həmzət İbn Həmranın rivayətidir. Bu iki dəlillə bu ağalar deyiblər ki, hakim və qazi elədi ki, hökmün müqabilində pul ala bilər. Amma bu rivayəti hansı yolla deyiblər, necə istidlal eləyiblər, inşallah oxuyuruq və o sizə məlum olacaq. Xilafən li zahiril muqniə vəl məhki ənil qazi minəl cəvaz. Xilafən li zahiril muqniə, yəni biz ki dedik, qəzavətin müqabilində ücrət almaq, pul almaq haramdır. Bu söz müxalifdir Muğniyə kitabının zahiri ilə. Yəni, Muğniyə kitabında müəllif buyurub, haram deyil. Vəl-məhki ənil qazi və yaxud o ki, Qazi İbn Bərracdan hekayət eləyiblər. Məhki, yəni mən görməmişəm, ondan nəql eləyiblər. O da deyib, minəl cəvaz, caizdir. Vəli-əlləhu, mərhum şeyx buyurur, ehtimal var ki, bu iki dənə ağa bu sözü ki deyiblər, bunların dəlili əsildir. Əsildir, yəni nə? Yəni, bunlar deyirlər ki, biz şəkk edirik. Qəzavətin müqabilində pul almaq olar ya olmaz, əsl cari eləyirlər. Deyirlər, əsl budur ki, olar. Yəni, haramdır ya haram deyil, əsl budur ki, həlaldır. Çünki hər bir şeydə əsl ibahədir, mubahdır, halallıqdır. Bir ehtimal budur ki, bu ağalar bu məsələdə şəkk elədikləri zaman əsl cari eləyiblər və o əslindən deyiblər ki, həlaldır. Bu bir ehtimal.
İkinci budur ki, və zahiru rivayəti Həmzət ibn Həmran. Həmzət ibn Həmranın rivayətinin zahirinin əsasında bunlar deyiblər ki, həlaldır. Bu Həmzət ibn Həmranın rivayəti budur. Qala səmi'tu Əba Abdillah əleyhissalam yəqul. Bu ravi deyir ki, mən İmam Sadiq əleyhissalamın yanında idim, o belə dedi. Mən istəhkələ bi elmihi iftəqərə. Hər kim öz elmi ilə yemək yesə, pul yesə, bu insan həmişə fəqir olar. Öz elmi ilə, yəni budur ki, öz elmini sata, öz elmini pula satsa, bu insan həmişə fəqir olar, imkansız olar. Yəni, necə öz elmini pula sata? Məsələn, bir qazidir ki, bir hakim idi ki, hökm eləyir elmi ilə və müqabilində pul alır. Bu adam həmişə fəqir olar, imkansız olar. Yəni, heç vaxt vara, dövlətə çatmaz. Qultu, ravi deyir ki, mən dedim ki, İmam Sadiq əleyhissalama, İnnə fi şiətik qovmən. Ağa, sizin şiələrinizdən də bir dəstə insan var ki, yətəhəmməlunə uluməkum, onlar sizdən elm öyrənirlər, sizin elmləri əxz eləyirlər və yəbussunəha fi şiətikum. Sonra gəlirlər həmən elmi şiələrimizin içində yayırlar. Yəni, şiələrə deyirlər. Fəla ya'dimunə minhumul bər və silə vəl-ikram. Sizin şiələriniz də həmən alimlərə ki, onların aralarında sizin elmi yayırlar, onlara yaxşılıq eləyirlər, onlara hədiyyə verirlər, töhfə verirlər, ikram eləyirlər, ehtiram eləyirlər. Onda onlar da bu hökmə daxildilər. Onlar da öz elmlərinin vasitəsi ilə çörək yeyirlər. Deyir, mən bu sualı elədim ağadan, fəqalə aleyhissalam. İmam Cəfər-i Sadiq əleyhissalam buyurdu ki, leysə ulaikə bimustəqilin. Yox, bu şiələrimiz ki, bizdən elm öyrənirlər və gedirlər, bu təbliğatı eləyirlər, onlar öz elmi ilə çörək yeyənlər, mal yeyənlər, pul yeyənlər deyirlər. İnnəmə zalik əlləzi yəftə bi qeyri ilmin və la hudən minəllah. Həzrət burada münhəsir elədi. Yəni, o şəxslər, biz o şəxsləri deyirik ki, onlar öz elmi ilə pul yeyirlər, yemək yeyirlər, öz elmlərini satırlar. Onlar o şəxslərdir ki, ennəmə zalikə, yalnız bunlar o şəxslərdir ki, əlləzi yəftə bi qeyri ilmin. Onlar fətva verirlər, amma elmləri yoxdur. Və la hudən minəllah. Və Allahdan da hidayət olmayıblar. Liyəbtula bihəl hüquq və həmən o fətva ilə insanların haqlarını batil eləyirlər. Təamən fi hutamid dünya. Dünya malına görə tamah salıb insanların hüquqlarını aradan aparırlar. Burada Həzrət innəma deyir. İnnəma, yəni yalnız və yalnız biz o şəxsləri deyirik ki, onlar gəlirlər, insanların hüquqlarını batil eləyirlər, dünya malına görə elmsiz fətvalar verirlər. Yəni, fətvanı düz vermirlər. Fətvanı düz vermədikləri üçün insanların hüquqlarını zay eləyirlər. Bəs buradakı Həzrət innəma ilə dedi, yalnız o şəxsləri nəzərdə tuturuq. Burada Həzrət münhəsir elədi o şəxslərə.
Bunun məfhumu budur ki, bu rivayətin məfhumu ilə ehtimal var bu ağalar fətva veriblər. Məfhumu budur ki, o şəxslər ki, Allah tərəfindən hidayət olunublar və onlar düz fətva verirlər, insanların hüquqlarını zay eləmirlər, onlar o qəzabətin, o hökmün müqabilində pul ala bilərlər. Və Həzrət ona görə də buyurdu ki, bizim o tələbələrimiz ki var, bizim şiələrimiz ki var, bizdən elm öyrənirlər və insanlar arasında elmi yayırlar və onların müqabilində onlara pul verirlər, onlara hörmət eləyirlər, onlara hədiyyələr verirlər, onlar həlaldır. Onlar ki həlaldır, bəs Muğniyədə qazi bu sözləri deyiblər, həlaldır. Onlar bu rivayətin məfhumu ilə bu fətvanı veriblər və deyiblər qəzabətin müqabilində pul almaq olar. Bəs buradan bu rivayətin məfhumu ilə bu ağalar bu fətvanı veriblər. İkinci tərəfdən də vəllamu fi qovlihi əleyhissalam. Orada rivayətdə liyəbtulu bihil hüquq ki, insanların hüquqların batil eləyirlər o fətvaları ilə. Burada bu lam nədir? Bu lam qayət üçündür, ya aqibət üçündür? Yəni, bilirsiniz ki, ərəb dilində hər hərfin mənası var və hər hərfin bir mənası olanda rivayətin məzmunu dəyişilir, mənası dəyişilir. Burada liyəbtulul hüquq, liyəbtulda lamın burada mənası nədir? Qayət üçündür, ya aqibət üçündür? Qayət üçün olsa bir məna verir, aqibət üçün olsa başqa bir məna verir. İnşallah gələn dərsimizdə o barədə danışarıq. Elhamdülillah Rabbil aləmin.